Bakıda keçirilən 13-cü Dünya Şəhərsalma Forumunun növbəti günündə qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası, dünya üçün mənzil təminatı mövzusunda dialoq sessiyası təşkil olunub. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə əhalinin qayıdışı, ölkədə mənzil təminatına düşən yükün azalmasına mühüm töhfə verir. Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, 2020-ci ildən sonraki dövr əsasən böyük qayıdış proqramı ilə xarakterizə olunur və 30 ildən artıq müddətdə məcburi köçkün həyatı yaşamış minlərlə insanın doğma torpaqlarına qayıtması mənzil sektoruna təzyiqi azaldır. Uğurlu nəticə əldə etmək üçün yerli icmaların dəstəyi, hökumətin siyasi iradəsi və özəl sektorun iştirakı ilə işlək iqtisadi modelin qurulması vacibdir. Son illərdə çoxmənzilli yaşayış binalarının istismara qəbul prosedurları sadələşdirilib və əsas şəhərsalma tələblərinə cavab verən bəzi qeyri-rəsmi tikililər üçün amnistiya mexanizmləri tətbiq olunub. Bununla belə, qanunsuz tikililərin legallaşdırılması ehtiyatla aparılmalıdır. Çünki sadə amnistiya qısa müddətli sosial problemləri həll etsə də, gələcəkdə kənd təsərrüfatı torpaqlarına, meşə sahələrinə, su ehtiyatlarına və kritik infrastruktur zonalarına təzyiqi artıra bilər. Nazir həmçinin qeyd edib ki, qanunsuz tikililərin legallaşdırılması sosial problemlərin həllinə kömək etsə də, uzun müddətli perspektivdə yeni risklər yarada bilər. Azərbaycanda qeyri-rəsmi məşğulluğun legallaşdırılması sosial müdafiə sisteminin genişlənməsinə və mənzil problemlərinin həlli üçün əlavə maliyyə mənbəyinin formalaşmasına imkan verib. BMT-nin məskunlaşma proqramının icraçı direktoru Ana Claudia Rosbach bildirib ki, qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası üçün bu ərazilərin rəsmi şəkildə tanınması və bütün sektorları əhatə edən inteqrə edilmiş həllərin tətbiqi vacibdir. Hazırda Azərbaycan, Somali ilə birlikdə An-Habitatın mənzil məsələləri üzrə açıq tərkibli işçi qrupu çərçivəsində qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası üzrə müzakirələrə həmsədillik edir. Qeyri-rəsmi yaşayış məntəqələrinin tanınması və bu ərazilərlə bağlı məlumatların statistika və siyahıya alma sistemlərinə daxil edilməsi əsas prioritetlərdəndir. Bu ərazilər yalnız problem zonası deyil, həm də şəhərlərə gələn insanlar üçün təhsil, səhiyyə, məşğulluq və digər imkanlara çıxış qapısıdır. O əlavə edib ki, qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası üçün mənzil, infrastruktur, sosial xidmətlər və maliyyə sahələrini əhatə edən inteqrə edilmiş həllər tələb olunur. Cənubi Afrika Respublikasının Witwatersrand Universitetinin Memarlıq Məktəbinin professoru Mary Huxermeyer bildirib ki, qeyri-rəsmi yaşayış məntəqələri yalnız inkişaf etməkdə olan şəhərlərə xas müvəqqəti problem deyil, müasir şəhər inkişafının ayrılmaz hissəsidir. Guangzhou və Bakı kimi şəhərlərdə qeyri-rəsmi yaşayış məntəqələri, o cümlədən tikinti sektorunda çalışan işçilərin qarşılanmamış mənzil tələbatını ödəyib. Bir çox şəhərlər əlçatan mənzil fondunu və əsas xidmətləri kifayət qədər genişləndirə bilmədiyi üçün bu ərazilər zamanla aşağı orta təbəqənin də yaşayış məkanına çevrilib. Qeyri-rəsmi yaşayış məntəqələri son dərəcə mürəkkəb və müxtəlifdir. Bu ərazilər paralel idarə etmə, xidmət və kirayə bazarı sistemləri ilə formalaşır. Mary Huxermeyer, qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası mövcud vəziyyətin dağıdılması deyil, həmin ərazilərin sakinlərinin fəal iştirakı ilə mərhələli şəkildə yaxşılaşdırılmasını nəzərdə tutur. Nuray Qədirli, Əskər İbrahimli, APA TV.